Salam dostlar. Bu günlər isə çox maraqlı bir neçə dənə mağazanı çəkəcəm. Sadəcə istədim videonun başlanğıcını sizə dənizin kənarından çəkim göstərdim. Sonra keçəyib gözəl mağazaları sizin üçün çəkim paylaşım. Çox adam bura gəlmək istəyir, bilmək istəyir ki, necədir buranın plajı. İstədim buranı çəkim sizə paylaşım. Gördüğünüz hamısı otellerdir dostlar. Neyinirik? Gedirik mağazaları çəkməyə. Sizə az da olsa buraları göstərdim. Yəni bura gəlsəz biləcəksiniz ki, hara gəlirsiniz. Necə bir yerdəsiniz, biləcəksiniz. Dənizci plajı buranın necə. Qarşı tərəf isə İsveçdən. Adadır. Getdik dostlar, gedəyim mağazaları sizin üçün çəkim, mağazaları sizin üçün paylaşım. Çox adam deyir orada turist yoxdur, sizə göstərdim burada olan turistləri. Burada turist olur dostlar. Deməli dostlar, birinci mağazamız düz dənizin qırağında yerləşir, otellər olan sırada. Mağazanın adı budur, belə mağazalar burada çoxdur, bilin. Bu mağaza nədir? Timsah dərisindən olan. Həqiqətən timsah dərisindən olan ayaqqabılar, çantalar, gəlin sizə bunları çəkim. İcazə aldıq, müdür icazə verdi. Qiymətlərini də sizə deyəcəm. Bunların hamısı timsah dərisindəndir, həqiqi timsah dərisindəndir. Yəni timsah dərisini də görə bilərsiniz. Bunların hamısı əl işidir yəni. Gəlin sizə birinci tapışqaları çəkim, tez-tez. İstədiyiniz rəngdə var. Qiymətləri bunların deyim sizə nə qədərdir? %50 də endirimdə olan mallardır. 529.000 dong. Bu 20 dollardır. Amma bir şeydən nəzərə alın ki, bu çəkdiklərimin hamısı turistik bir şeydə mağazadır. Bilin. Yəni 20 dollarsa başqa mağazada, turistik olmayan mağazada 10 dollardır. Yarı-yarıya. Məsələn, kişilər üçün, bəylər üçün. Yəni timsah dərisindən olan çantadır. Yəni bunlar çox saydadır. Yəni bunlar təmiz timsah dərisindəndir. Məsələn balaca. Bunların qiymətini sizə deyim. Bunun qiyməti düşüb olub 1 milyon. İndisi olub bu hardasa yazılıb üzərinə 1 milyon hardasa 40 dollara falandır bunlar çantalar. Hər rəngdə olanı var və çox böyük. Bir də belə çantalar var. Bunların da qiymətini sizə deyim. Yenə deyirəm, bunlar şeydir, timsah dərisindən olandır, təmiz timsah dərisi. Bir də qadınlar üçün, xanımlar üçün, analarımız üçün, bacılarımız üçün belə çantalar var. Təmiz timsah dərisindən yenə deyirəm. Bunların hamısı təmiz timsahdır. Və toxunduğunuz zaman da hiss edir, çox qalın, çox sərtdir. Bu bir qiyməti isə bunun 1 milyon yox, 8 milyondur. 8 milyonda nə qədər edir? 8 milyon yazmır dəqiq. Hə, %50 endirimlə 1 milyon 776. Bir hardasa bu da 50-60 dollardır belə çantalar xanımlar üçün. Yenə deyirəm, bunların hamısı təmiz dəridir ya. Bunları bilin. Xanımlar üçün kiçik çantalar var, belə çanta var. Bunu götürüm sizə göstərdim. Çox açılır, çox gözəl bir şeydir. Sorry. Ha, bu da timsahın özüdür, bunu da ala bilərsiniz dostlar. Təmiz timsahın özündəndir, dərisidir. Yəni çox adam deyir timsah dərisi deyil, timsahın dərisidir. Bu da şey satılır, təmiz timsahın özüdür. Qiyməti isə bunun, deyim sizə, gözlərinə qədər qalır üzərində.
10 milyonda hardasa 400-500 dollardır bu. Ya bu çok böyükdür. Hardasa 2 metr uzunluğu var. Yani mənim boyum 1.72 idi, 70'dir, mən buradayım. 1.78'dir mənim boyum, mən buradanım. Hardasa 2 metrdir. Təmiz timsah. İstəyən olsa göndərə də bilərəm. Sonra isə nə göstəreyim? Yenə deyirəm, xanımlar üçün şeylər çantalardır. Bunları isə göstəreyim dostlar. Xanımlar da baxsın. Çox maraqlı bir gün videolar çəkəcəm. Qara şey də var, timsah da var. Qara deyəndə rənglərini təbii ki, amma yenə deyirəm, bunlar hamısı doğrudur, həqiqidir, təbiidir. Sonra bəylər üçün əl şey çantaları, xanımlar üçün əl çantaları, qaşloklar var, cürəbəcürə. Yəni götürə bilərəm, göstərə bilərəm. Bunun qiyməti hardasa 10 dollar, 15 dollardır bunlar. Xanımlar üçün olanlar isə xanımlar da istifadə edər, bəylərdir. 1 milyon da öz, bu hardasa 30-40 dollardır bunlar. Xanımlar üçün çox gözəldir, baxın. Bu notebook falan istifadə edənlərə, belə sumkalar xanımlar üçün, çantalar, bir də belələri var. Bu timsahın başıdır. Yenə deyirəm, bunlar həqiqidir. Həqiqidir bunlar. İşte belə qoyum, görsədim, yer yoxdur. Açdım. Açdım bunu. Sırt şeydi, çantasıdır dostlar bu. Timsahın ayaqları balasından hazırlanır. Çox gözəl bir şeydir bu. Sırt şeyi çantasıdır, qiyməti üzərinə yazılıb. Yenə deyirəm, bu turistik bir mağazadır. Burada yəni qiymətləri yarıya bölün yəni. Başqa yerdə 2 dəfə bunu ucuzuna ala bilərsiniz. Qiymət buradadır. 6 milyon 400. 6 milyon hardasa edir. Çox gözəl damas edeyim. Əlləridir bu. Əllərinlə. Yəni burada əllərini bağlayırsınız. Yəni belə də ki götürə bilirsiniz. Bunlar yenə deyirəm, həqiqi timsahdır. 6 milyon hardasa 300 dollara yaxın edir. Amma çox qəşəngdir dostlar, çox qəşəngdir. Kəmərlər var. 10 dollara, 5 dollara, fərqli qiymətlərə var. Turistlər gəlir olmaq. Məsələn, bruloklar var. Bəylər üçün ayaqqabını göstərəcəydim mən. Gəlin gözəl bir ayaqqabı burada göstərdim. Çünki mənim ən xoşuma gələn ayaqqabı. Bu. Bu çox sərt daha sevdiyim. Yəni bu təmiz timsah dərisindən içinə qədər. Timsahdır. Qiyməti sevdiyim 7 milyon, indi isə 3 milyon olub. Hardasa 120 dollar. 50% endirimlə. Bunların hamısı timsahdır. Bəylər üçün ayaqqabılardır. Belə də çantalar var xanımlar üçün. Az da olsa çəkdim dostlar. Gəlin bir daha xanımlar üçün çəkeyim. Bunların hamısı dəridir və təmiz timsah dərisidir. Bunlar çox gözəldir dostlar. Belə dostlar, çəkdim bunu, kimsə istəsə, nəyisə görmək istəsə, nəyisə yenidən baxmaq istəsə, mənə desin. Bu birinci mağazamız, keçirik ikinci mağazaya. Görüşərik dostlar. Təbii ki, xanımları unutmadıq. Bu isə xanımlara aid olan geyim mağazası. Gəlin bunda sizin çəkin. Girişdə bizi belə paltarlar qarşılayır. Qiymətlərini deyəcəm, sahibindən icazə aldım. Sahibi Rusdur, amma buranın milli geyimlərini satırlar. Gəlin sizə çəkin dostlar. Buradan başlayayım. Bu Vyetnamın milli geyimidir. Yəni bunu hər gün geyinə bilirsiniz. Adi gündə də istifadə edə bilirsiniz. Çox gözəldir, onu deyim. Belə bir şeylər bütün mağazalarda var.
qadın iç paltarlarıdır, aksesuarlardır, onu göstərdim sizə. Və bunların hamısı əl işləridir. Xanımlar üçün bunları çəkirəm. Qiymətini soruşacaqsınız belə bir şeyin $1. Haradasa belədir. Təxmini mən çevirirəm. Yenə deyirəm, bunlar turistik olan bir mağazalardır, amma çox gözəl aksesuarlar var həqiqətən. Və buradakı bütün mirvarilərin hamısı həqiqidir, yəni bilin. Xanımlar, bunu sırf sizin üçün çəkirəm. Belə bir mirvarinin qiyməti $50-60. Amma həqiqi mirvaridir, bilin. Şərflər də var. Qiymətini soruşan olsa, qiyməti yazılıb üstündə 380 haradasa $12 falan filan. Çox ucuz qiymətə satırlar həqiqətən. Belə bir plastikadır. Qiyməti haradasa $1.040,000'dır, amma bu pambıqdır, təmiz. Gəlin az da olsa çəkin. Hər cürə paltar tapa bilərsiniz, onu deyim sizə. Mən az olsa da belə çəkirəm ki, insanlara maraq olsun. Bunlar pambıq və kətandan hazırlananlardır. Bir dənə belə quruq edim. Ondan sonra belə bir paltar var. Asiyalılar çox sevir. Bu da $30-40'dır, amma pambıq və kətandan hazırlanır. Gəlin sizə başqa bir yeri görsədim. Bunların milli geyimləridir. Milli deyəndə, yəni burada ən çox belə geyinirlər, yəni sərbəst. Altda şal olur, şal var, üstündə də bunu geyinirlər. Sonra gəlin sizə başqa bir şeylər görün, varsa burada çəkin. Belə bir... Burada Asiyada ən çox sevdikləri belə geyimlərdir. Sadə və sıradan. Yəni, çox sevirlər belə geyimləri, həqiqətən. Az da olsa sizə görsədim. Hər cürə rəngi var, çox sadə və sıradan. Çox gözəldir, yəni bir xanıma yaraşır həqiqətən, yoxsa bəziləri elə geyinir ki, yəni hər cürəsi var, yəni. Fərqli. Sadəcə xanımlara çəkmək istədim ki, buradakı insanlar necə geyinir. Sıradan, həqiqətən, sıradan yəni. Heç bir şey yoxdur, sadə şəkildə geyinməyi çox sevirlər. Bu sumkasıdır təbii ki. Yəni bu geyinilir, altda şalvar şəklində. Belə dostlar, istədim az da olsa siz çəkin. Burada sıradan çox sevirlər geyinməyi, onu bilin. Əgər bura gəlsəz, bu mağazaya gəlin, çünki çox gözəl xanım işləyir burada, həm də rus dillidir. Xanımın gəlsən özü ki hazırlayır. Bu səncə eləçidə? Da. Heç bir şey dostlar. Xanımlar üçün də çəkdik mağazanı. Xanım baxar. Çox gözəldir dostlar, həqiqətən çox sevirlər. Bax, belə sadə malları burada xanımlar çox sevirlər. Xanım ki hazırlayırmış hamısını bilin. Baxın, belə xanımlar üçün belə xanımlar üçün var. Futbol. Mən bilmirəm, sadəcə xanımlar, bəziləriniz istəmişdiniz ki, xanım paltarları. Bunlar çox sevirlər, yəni həqiqətən də pambıqdır bu. Heç bir şey dostlar, az da olsa xanımlara da olsa çəkdim bunlardan. Hansısa nəsə bir şeyin qiymətini soruşmaq istərsiniz, yazarsınız. Okey. Спасибо. Все доброго. Çox gözəl qızdır, çox gözəl xanımdır, işləyir burada, özü də edir. Məsələn, belə bir şey var burada, bunu bilirsiniz taxtadan. Buranın ən gözəl aksesuar kimi də evdə bunu hardasa bir Asiya şey deyirlər də, türklər demişlər, köşəsi edib ora qoya bilərsiniz aksesuar kimi. Çox gözəldir, sıradan, sadə. Gəlin bu
Bu paltarları sizə çəkim. Burada nə cür paltarlar geyinirlər xanım. Burada bunları çox sevirlər xanımlar. Yəni belə geyimi çox sevirlər. Stil budur yəni, sadə. Məsələn bu, az öncə şey göstərmişdim. Altda şalvar, üstündə də belə. Çox sevirlər. Asiyaya aid, Asiyaya məxsus olan bir geyimdir yəni. Altda şalvarıdır, üstündə də bunun bu hər iki tərəflidir. Yəni həm qabağı belədir, həm də arxası belədir. Çox sevirlər bu geyimləri. Və çox sıradan və sadədir. Bunun qiymətini isə deyim 390.000. 390.000. Bu yox, o şey aksesuarın qiymətidir. Bir dəqiqə. Bunun qiyməti 2 milyon, hardasa bu eləyir $60 falan. Amma bu şey komplekt və təmiz şey, pambıqdır bunlar. Bildiyiniz təmiz pambıqdan və əl işləridir. Belə dostlar, buranı da çəkdim xanımlar üçün. Xanımlar məndən inciməsin, bu da xanımlara gəlsin. Keçən növbəti mağazamızda maraqlı bir mağaza çıxsa qarşıma çəkəcəm. Dostlar, gəlin belə bir mağazanı da ki, görsədim sizə. Yəni, timsah satılan dəri olan yerlər hər yerdədir. Az da olsa belə çəkeyim. Bu da başqa bir timsah mağazasıdır. Sadəcə qarşıma çıxdı, sizə çəkirəm. Bunları ala bilirsiniz yəni. Rahat şəkildə ala bilərsiniz. Beləsi var. Balacaları var. Bu çox böyükdür. Harası yenə deyirəm 2 metrə yaxın olan timsahdır. Bunun qiymətini soruşaram. Şeydir, how much? Onun qiymətini soruşun, bəlkə istəyən olsa. Sürüsü çəkərəm, deyərəm indi. Bu həqiqətən dəhşət bir şeydir. Yəni bunu evdə hansısa bir aksesuar kimi $800. $800'dur, amma $800 dəyir. Həqiqətən timsahın özüdür. Çox qəşəng aksesuardır. Yəni evdə çox gözəl bunu bir yerdə qoya bilərsiniz, göstərə bilərsiniz. Az da olsa sizə çəkim, balacaları da var təbii ki. İstədiyiniz ölçüdə var. Xanımlar, əgər istəsəz bu mağazanı yenidən çəkmək, deyim, burada çox sayda çanta var. Sizin üçün çəkərəm buranı. Xanımlar üçün çoxdur burada, həddindən artıq. Amma burada balacası da var, rəngi qəşəngdir. Bunlar yenə deyirəm, həqiqətən timsahdır. Timsah dərisidir, heç bir Çin malı falan deyil. Az da olsa xanımlar üçün çəkeyim buranı. Burada böyüyü də var, hardasa. Bu hardasa bir 5 metrlik var. İstəyən olsa qiymətini desin deyərəm. Gələrəm, soruşarım. Xanımlar üçün yenə deyirəm. Çox gözəl. Nə deyirsiniz xanımlar, bunun adını mən bilmirəm. %100 dəridir bunlar. %100 bilin. Bilin deyəsən, başqa mağazaya gedə bilməyəcək. Ancaq bunları çəkəcək. Amma bu çox böyükdür dostlar. Fikirləşin, mənim boyum yəni yanında belə dursam mən bunun qolundanam. Buradan yəni fikirləşin, bu nə böyüklüyündədir yəni. Çox böyükdür, həddindən artıq. Xanımlar üçün yenə deyirəm. Çantalar istədiyiniz qədər, bəylər üçün ayaqqabılar istədiyiniz qədər. Və hamısı dəridir bunların. Çox gözəl aksesuarlar var. Məsələn, balacalar da var. Balaları da istəyən olsa, aksesuar kimi qiymətini soruşaram. Amma bunlar ucuzdur, harasa $10-15, $20 falan. Amma bunlar çox gözəldir. Qaşloqlardır dostlar. Amma bunlar yenə deyirəm, dəridir, bilin. Bir də bu turistik mağazadır. Yəni, turistik mağaza olmayan yerdə ucuz qiymətə də almaq olar. Amma bu çox gözəldir. Baxın bunun dərisinə. Həqiqətən bu çox gözəl bir şeydir. Yəni bunu vallahi kiminsə arzusunda varsa, kimsə belə bir şey istəyirsə evinə aksesuar kimi bunu göndərə bilər. Yəni başqasına qismət olmaz. Baxın. Çox böyükdür. Çanta. Çox gözəldir uşaqlar. Xanımlar üçün şey var, gödəkçə var. Təmiz dəridən. Papaq var xanım üçün. Sonra sizə qızdan əsas mənə lazım olan bunlardır. Baxın, adi şeydir, dərilərdir. Dərilərdir şey satılır. Adi dərilər. Amma bu şey işlənmiş dəridir, şeydir, yumuşaqdır. Amma bunlar yox. Bunlar qalındır, sərtdir.
çox gözəldir. Yenə deyirəm, balacalar da var, amma o göstərdiyimlə bunlar çox gözəl bir şeydir, həqiqətən. Altda isə kiçiklərdir. Xanımlar üçün belə krokodil dərisindən olan, xanımlar bunun adını nə deyir valla. Ayaqqabı deyim də mən hamısını. Yenə deyirəm, qiymətlər bilin ki, mən dediyimin yarısı olacaq, amma bəziləri xeyr, bəziləri hər yerdə eyni qiymətdir. Heç bir şey dostlar, bunu çəkdim. İstəyən olsa, maraqlanan olsa desin, köməklik edərəm. Çox gözəl ayaqqabıdır, baxın, çox gözəldir, həqiqətən. Həqiqətən çox gözəldir. Çox qəşəngdir. Heç bir şey dostlar, bunu da bağlayıram, keçirik növbətiyə. Thank you. Dostlar, bunun qiymətini soruşdum. Hardasa bu belə deyərdim. Bu 5 metrə yaxın olan timsahın qiyməti $1000 dedi. $1000. Xanım $1000 dedi. Amma həqiqətən bu çox gözəl bir şeydir. Yəni baxın, mənim boyum buradandır da, yəni ayağındandır. Yəni bu görün nə uzunluğunda və nə böyüklüyündə və nə genişliyində. $1000. $1000. Gəlin yenə soruşum onu. Bir dəqiqə soruşum onu. Dolar? O $1000. Oldu dostlar. İsteyen olsa desin. Hə dostlar, bu da bugünkü 3 mağazadan etdiyim çəkilişdir. Sizin üçün çəkdim. Bununla da videonu bağlayıram. Çünki çox geniş şəkildə çəkmək istəmirəm. Və dənizin qırağına keçirəm. Buraları isə göstərdim. Bəziləriniz dedi dənizin qırağını da çək. Dənizin qırağı çox təmizdir, həddindən artıq. İstədiyiniz hər şeyi burada tapa bilərsiniz, əylənə bilərsiniz, gəzə bilərsiniz. Və çox sayda turist var. Gəlin ki, dənizin qırağını isə çəkəcəm, amma səsi olacaq. Yəni, olsun, küləyin səsi çox gözəl dostlar. Baxın ətrafı. Bunların hamısı otel. Axıra kimi mən sizə demişdim ki, 10 kilometr hamısı oteldir. Və bütün otellərin də qarşısı dənizdir. Və otellərin də qiymətini bilin. $10, $15, $20, $100 qədər otel var. İnanın mənə fərqi yoxdur. $100 $10 otelin. Və bura daşlıq deyil. Buranın dənizi qumluqdur. Bunu nəzərə alın və bilin. Bax, dənizin qırağı. Bu dəniz sona qədər gedir. Bu tərəfdən də sona qədər gedir. Səbələ görsənir. Dənizin qırağını sünsün çəkib videonu bağlayacaq. Ətrafı isə çəkeyim razıyıq. Baxın. Yəni burada hər şey var, belə deyək. Turist həddindən artıq çox, dənizin qırağı ağaçlıq, otellər, palmalar, hər cürə meyvə, surfing falan filan, nə istəsəz edə bilərsiniz burada, dincələ bilərsiniz. Yəni, olmayan şey yoxdur. Və çox, belə deyərdim, sakit bir yerdir, həqiqətən. Çox sakitçilik, çox gözəl, çox təmiz, ən önəmlisi, çox təmizdir. Turistlər dincəlir dənizin qırağında. Yəni, fikirləşin ki, nə qədər uzaqdır, yəni qum. Dənizin qırağında turistlər dincəlir, əylənir və otelləri də görürsünüz təbii ki. Yəni gəlmək istəyənlər hara gəldiklərini bilsin deyə bunu çəkirəm. Bura gəlmək istəyənlər bilin, ən yaxın aeroport Tanakdadır. Aeroportun da adı təbii ki mənim adıma verilib. Adı Kamrandır. Həqiqətən də aeroportun adı Kamrandır. Dincəlir insanlar. Xanımlar görürsünüz, hamısı tək-tək uzanıblar. Heç kim xanımlara dəymir, toxunmur, sözü atan yox. Yəni ki, mədəniyyət var yəni. Bunlar hamısı turistlər. Həqiqətən mədəniyyət var yəni. Heç kimin, nə bilim, gözlərini tikib baxmırlar məsələlərə. Yəni ki, rahat şəkildə xanım gəlib burada dincələ bilər. Yoxsa bəzi yerlərə gedirik, ölkələrə gedirsən. İnsanları dinlənməyə imkan vermirlər. Bu da burada olacaq, yarış olacaq, çempionat olacaq. Yəni hər gün fərqli
maraqlı şeyler olur. Futbol olacaq burada, finish çempionat olacaq, nə bilim. Yəni insanları, turistləri əyləndirmək üçün hər şey edirlər və bunların hamısı pulsuzdur. Yəni bunları baxmaq üçün, bunları görmək üçün pul falan ödəmirsiniz. Palmalara baxın dostlar. Cənnətdəyəm, düzdürmü? Amma mən yenə deyirəm, mən ən çox sevdiyim yer İndoneziyadır, Bali. Bura biraz şeydir, belə deyək, savremennidir, amma ora biraz şeydir, doğal, yəni təbii, yəni təbii sözü tapılıb, təbii. Surfing falan filan, nə istəsəz var. Yəni yenə deyirəm, baxın siz üçün çəkin, öz xanımlar rahat şəkildə dincəlir, yəni. Heç kimdən işi yoxdur. Yəni sizə buraları belə çəkeyim. Yəni insanlar deyir doğru nə gündədir, pis gündədir. Xeyr, baxın. Vallahi pis gündə heç bir şey yoxdur. Burada təmizliyə baxın. Əraziyə. Klublar dənizin qırağında. Gəlin oturun. Bir şey sifariş verməsəz də belə, yəni sizdən heç bir şey tələb olunmur. Oturun, dincəlin. Axşam bunlar düzülür dənizin qırağına quma. Hamı oturur, dincəlir. Axşam tamamilə fərqli bir burada atmosferi olur. Çox gözəldir dostlar, həqiqətən çox gözəl, çox təmiz. Baxın yenə xanımlar orada oturublar, uzanıblar. Yəni heç kim yaxınlaşmır, heç kim müşatçılığı olmur xanımlara. Yəni rahat şəkildə. Belə deyərdim ki, ora ən çox xanımların gəldiyi bir turistik yerdir, həqiqətən. Hamısı xanım. İki xanım orada, qarşı tərəfdə, burada. Baxın. Bunu sadəcə nəyə görə xanımları çəkəcəm? Çünki çox xanım tək gəlməyə biraz çəkinir. Ona görə demək istəyirəm ki, xeyr, çəkinməyin. Baxın, insanlar oturub dincəlir, xanımlar. Heç kimlə işi yoxdur, heç kim söz demir, belə deyə də çox düz istəyirəm sözümdən. Heç kimə yaxınlaşmır, yəni rahat şəkildə dincələ bilirsiniz. Qarşı tərəfdən Çinli xanımla gəlir tək. Deyərdim ki, dənizin qırağı sadəcə xanımlardır. Yəni bir xanım da burada uzanıb, qarşı tərəfdə xanımlardır. Yəni demək istədiyim budur ki, rahat şəkildə ailənizlə gələ bilərsiniz, dincələ bilərsiniz çox rahat şəkildə. Burada yəni çox insan deyir, necədir, təhlükəsizdir. Bəli, çox təhlükəsiz bir ölkədir, çox rahat şəkildə. Gəlin, dincəlin, əylənin, təmizliyə baxın. Gördüyünüz hamısı otellərdir, yaşıllıq, otellər. Gəldim dostum, gəldim, çıxdım otelimin qarşısına. Sizə bunu göstərdim, bu Vietnam avtomobilidir, bilin. Elektromobil. Vietnam'a ait olan bir avtomobildir. Gəldik dostlar, çatdıq sonunda. Buranı dönən kimi mənim otelim. Heç bir şey dostlar, nə edirik? Kanalıma abunə oluruq, dəstək oluruq. Kimin nə sualı varsa versin. Gəlinsə bir daha ətraflı çəkim. Görsədim, inanıram ki, maraqlı oldu sizə də. Çoxunuz məndən mağazaların qiymətini falan soruşurdunuz. Bu da otellərdir. Çox adam deyəcək ki, orada görəsən necə otellər var. Burada hər cür otel var. Yəni içərini az da olsa görsədim. Otağın reception'dir otelin, yəni içərisini görə bilərsin. Girdiyiniz zaman güllər, çox insan deyir ki, orada görəsən otellər nə gündədir. Xeyr, baxın, görün nə gözəl, səlqəli, təmiz, pianino var, kafesi var. Otur, dincəl, istədiyiniz sifariş ver, ye, iç, əylən. Bu otelin birinci mərtəbəsidir. İstədiyiniz hər cürə şirniyyatlar falan filan. Buradan da ikinci mərtəbəsinə qalxa bilirsiniz kafenin. Yəni isə kafenin ikinci mərtəbəsində buradan az da olsa görsədim. Yəni bunlar heç birinə pul ödəmirsiniz. Əgər gəlib bu oteldə qalırsınızsa, orada da otura bilərsiniz, baxa bilərsiniz. Oturun burada, sifariş verin kofenizi. Fərqi yoxdur və yaxud da özünüz alın, gəlin burada için. Gözəl bir şəkildə əylənin. Gəlinsə belə bir taxtanı görsədim. Taxtadan düzəlmiş stol. Çox gözəldir, düz deyilmi? Yəni insanları, turistlər üçün hər cürə şərait qurulub. Təbii ki, bu otelin birinci mərtəbəsi dostlar. Heç bir şey dostlar, nə edirik? Abunə oluruq, dəstək oluruq.
Bu da bizim kardeşimiz.